Salam əziz izləyicilər, bu günləri biz sizlərlə xətti təyinlər sisteminə aid suallara baxacağıq. Hər tipdən çalışacağım bir dənə yazım ki, ümumiyyətlə bu dərsdən anlayışı olmayanlar belə başa düşsün misal növlərini. Axırda da məsələ tiplərinə baxarıq. Başlayaq. Əvvəlcə test toplusu 11-ci sinif 2025 kitabından birinci sualdan ilə başlayıram. Sual lövhədə görsənir. Deməli, yazılıb ki, 3-də 1 vur x çıx y bərabərdir 4. 4-də 1 vur x üstə y bərabərdir 2. Uşaqlar, çalışın ümumiyyətlə kəsirlə işləməyin. Kəsirlə işləmək biraz çətindir. Kəsirdən qurtulun. Kəsirdən qurtulmaq üçün hər tərəfi kəsirin məxrəcinə və yaxud da ortaq məxrəcinə vurun. Yuxarıda kəsirin məxrəci 3-dür deyənə, mən yuxarını vuracam hər tərəfini 3-ə. Aşağıda da 4-dür deyənə, hər tərəfini vuracam 4-ə. Yuxarını 3-ə vuranda bu 3 ilə bu 3 gedir, qalır x çıx y və təbii ki, bu 4-ü də 3-ə vurmaq lazımdır, çünki hər tərəfi vururuq. O da edir 12. Burada isə 4-ə vuranda 4-lər gedir, bu 2-ni də 4-ə vuranda olur x üstə y bərabərdir 8. Bax, bizim məqsədimiz təniklər sistemində bir dənə hərfi yox etməkdir. Yəni, 2 dəyişəndir də, axı bu 2 dənə hərf var burada, 2 dənə dəyişən var. Biz də bir dəyişən saxlayaq ki, tənliyi həll edə bilək. Biz də baxırıq ki, y-in əmsalları biri mənfidir, biri müsbət. Yəni, biri mənfi 1-dir, biri müsbət 1. Onda mən bu tənliyi alt-alta toplasam, bu y-lər gedəcək. Çünki eyni ədədin əksləri toplananda 0 edir. X-dən x-i toplayıram, edir 2x, 12-dən də 8-i toplayıram, edir 20. 2x-imiz 20-dirsə, x-imiz olur artıq 10. X tapıldı. Y-i tapmaq üçün x-i istənilən tənlikdə x-ların yerinə qoya bilərsən. Biz çalışacaq sadə tənlik seçək. Deyək ki, məsələn, x-i bura qoyaq və buradakı x-in yerinə qoyaq. Yəni, 10 çıx y bərabərdir 12. Buradan da y-i tapmaq üçün 10-dan 12 çıxıram. O da deyir mənfi 2. Və təniklər sistemində birinci həmişə x-in cavabı yazılır, ikinci y. Cavab budur. Bizdən də istəyir x və y-in hasilini. Onu da mənfi 2-yə vursaq, eləyəcək mənfi 20. Yəni, A variantı. Keçək növbəti sualı. Məsələn, 3-ü yazmaq istəyirəm. Əslində, 3 də eyni tip sualdır, amma bir dənə yazaq. Məsələn, yazılıb x üstə gəl 3-də 1 y bərabərdir 3. 3-də 1 x üstə gəl y bərabərdir 5. Baxın, burada da yuxarıda məxrəc 3-dür. Mən hər tərəfi, yuxarının hər tərəfini 3-ə vuracam. Aşağıda da 3 deyənə, onu da 3-ə vuracam. X-ı 3-ə vuranda eləyir 3x. 3-də 1-i 3-ə vuranda bunlar gedir. 3-ü 3-ə vuranda eləyir 9. Yəni, bu y qalır da təbii ki. Burada da 3-də 1-dəki 3-lə bu gedir. Olur x, üstə gəl 3y. Y-i də 3-ə vurdaq. Bir də 5-i də 3-ə vursan eləyir 15. Baxın, uşaqlar, burada x da əmsal fərqlidir y-də. Məsələn, deyək ki, misaldan y-i yox eləmək istəyirəm. Onda y-in əmsallarını çalışacağım bir-birinin əks eləyim ki, toplayanda getsinlər. Baxıram ki, bunun əmsalı müsbət 3-dür, burada müsbət 1-dir. Onda mən gərək yuxarının hər tərəfini mənfi 3-ə vurum ki, getsinlər. Və yuxarının hər tərəfini, bunu da mənfi 3-ə vururum. Olur mənfi 9x, mənfi 3y və mənfi 27. Aşağını da olduğu kimi köçürdürüm. İndi alt-alta toplasam, müsbət 3y ilə mənfi 3y gedir. Mənfi 9x üstə gələk x, bax, bunları toplayıram da. Mənfi 27 ilə də 15 toplayıram. Bir dəqiqə. Deməli, bərabərdir. Mənfi 27 ilə də 15-i toplayıram. Lövhə dondu. Deməli, mənfi 9x-in üstünə 1x gələndə eləyəcək neçə? Mənfi 8x.
mənfi 8x. Mənfi 27 ilə də 15 toplayanda eləyəcək mənfi 12. Və x-i tapmaq üçün mənfi 12-ni mənfi 8-ə böləndə müsbət eləyəcək. Mənfi 12 böl mənfi 8 eləyəcək müsbət 1,5. X tapıldı. 1,5'dir. İndi mən y-i tapmaq istəyirəm. Tutalım ki, y-i tapmaq istəyirəmsə, aparıb x-i hər hansı x-in yerinə qoyuram. Məsələn, bura qoyuram. Olur 1,5 üstə gəl 3y bərabərdir 15. Buradan 3y bərabərdir 15-dən 1,5 çıxıram. Eləyir 13,5. 13,5-də 3-ə bölürəm, eləyir 4,5. X da məlum, y da məlum. Və nəhayət x-dan y çıxıram, yəni 1,5-dən 4,5 çıxıram, o da eləyir mənfi 3. Yəni D variantı. Bu birinci üsul. Deyək ki, bu üsul xoşunuza gəlmədi. İkinci üsulda sizə baş salmaq istəyirəm. İminli bu tip suallarda keçərlidir bu üsul. Məsələn, təzədən yazır x üstə 3-də 1 y bərabərdir 3. 3-də 1 x üstə y bərabərdir 5. Yenə yuxarının hər tərəfini vurdum 3-ə, aşağını da vurdum 3-ə. Yuxarı oldu, deməli 3x üstə y bərabər 9 və yaxşı kimi. Aşağı oldu x üstə 3y bərabərdir 15. Uşaqlar, məndən x çıx, y istəmir. Bunda mən bunları alt-alta çıxsam, 3x-dan 1x çıxsam, y-dən 3y çıxsam və 9-dan da 15 çıxsam, olacaq 2x çıx 2y bərabərdir mənfi 6. Hər tərəfdə 2-yə bölsəm, elə bu da x eləyəcək, bu da y eləyəcək və bu da mənfi 3 eləyəcək. Promoy cavabı tapmış olacaq. Bizdən də x çıx y istəyirdi. Ya da yenə deyirəm, bir x, y tapıb həll etmək olar. Başqa tip suallara baxaq. Məsələn, belə modullu suallar necə eləyəcək? Bu çox asandır əslində. Modulda 2x çıx 6, üstə gəl modulda x çıx 2y, üstə gəl 5. Bərabər 0. Tənliyindən x, y hasilini istəyir. Yadda saxlayın, bu tip tənliklərdir və yaxud da bunun üstündə kvadrat olub 0-a bərabər olsa belə fərq eləmir. Bu tip tənlikləri həll etmək üçün, əgər cavab 0-dırsa, hər bir modulu və yaxud da hər bir kvadratı 0-a bərabər edirik. Yəni bunu 0-a bərabər edirik, bunu da. Çünki modullar bir-birinin əksi olmayacağına görə iki dənə ədədin nə vaxt cəmi 0 olar? Ya onlar bir-birinin əksi olmalıdır, ya da ikisi də 0 olmalıdır. Modulda mənfi ola bilməz axı heç və. Ona görə bunların hər birini 0-a bərabər eləmək daha doğrudur. Bunu əldə eləmək asandır. Mənfi 6-nı atıram bərabərin sağına, olur müsbət 6 və x olur buradan 3. Həmən 3-ü qoyuram buradakı x-in yerinə. 3 çıx 2y üstə gəl 5 bərabərdir 0. 3 bu da 5 eləyir 8. 8 çıx 2y bərabərdir 0. Buradan 2y tapmaq üçün mənfi 2y saxlayıram. 8-i bu tərəfə atıram, olur mənfi 8. Və y tapmaq üçün mənfini mənfiyə bölürəm, olur müsbət 4. Y tapıldı. Y tapandan sonra artıq x də məlumdur. X də məlum, y də məlum. Onların da hasili olacaq 3 vur 4, 12y variantı. Növbəti suala baxaq. Məsələn, 6-cı sual asandır da yenə. Aşağıda məsəl üçün y yox eləmək istəyirsinizsə, müsbət 3-ə vurub yenə toplayırsınız. Bayaq izah elədiyim kimi. Məsələn, gəlin yazaq 8-ci sualı. 8-də yazıb ki, 3x üstə gəl y bərabərdir mənfi 1. X çıx y bərabərdir 5. Məndən istəyir x kvadrat çıx y kvadratını tapmağımı. Baxın, burada müsbət y, mənfi y varsa, bunları toplayıram ki, bunlar getsin. Biri mənfi, biri müsbətdir. 3x-dan x eləyir 4x. Mənfi 1-dən 5 eləyir 4. X də bərabər olur 4 böl 4, 1. X tapıldı. Aparıb x-i qoyuram, məsələn, bura. 1 çıx y 5-dirsə, 1-dən mənfi 4 çıxanda 5 eləyər də. Çox uşaq burada 4 yazır. Burada bunu əldə eləmək belədir də, mənfi y saxlayırsan, 1 atırsan bu tərəfə, eləyir 4. 4-ü də buradakı mənfi 1-ə bölürsən, eləyir mənfi 4. Y də var, x də var. Kvadratı onsuz da müsbət eləyəcək hər şeyi. 1-in kvadratı çıx, mənfi 4-ün kvadratı. 1-in kvadratı 1 eləyir, mənfi 4-ün kvadratı 16 eləyir, o da eləyir mənfi 15. Belə. Növbəti sual nümunəsinə baxaq. Məsələn, baxaq burada 10-cu sualı. Onda yazıb ki, 7x üstə 2y bərabərdir 20.
2x üstə 7y bərabərdir 25-ə. Bizdən x, y hasilini istəyir. Uşaqlar, burada ya x-i yox eləyək, ya y. Gəlin, məsələn, x-i yox eləyək bu dəfə. X-in əmsalı biri 7-dir, biri 2-dir. Biz bunlara ortaq məxrəc, yəni ortaq bir şey tapırıq ki, həm 7-yə bölünsün, həm 2-yə. Əkop tapırıq da, yəni. O da 14-dür ki, 14 həm 7-yə bölünür, həm 2-yə. Mən yuxarını 14 eləmək üçün 2-yə vururam. Aşağını 7-yə vururam, amma mənfi 7-yə vururam. Niyə mənfiyə vururam? Bunlar bir-birinin əksi olsun. Axı ikisi də müsbətdir. Biri mənfi olsun, biri müsbət. Yuxarının hər tərəfini 2-yə vururam, yəni. Olur 14x üstə gəl 4y bərabərdir 40. Aşağının hər tərəfini vururam. Mənfi 7-yə eləyir, mənfi 14x, mənfi 49, y və mənfi 175. Sonra toplayıram. Bax, bunlar gedir, eyni şey mənfi müsbəti. 4y ilə mənfi 49y bir toplayıram. 40 ilə də mənfi 175-i bir toplayıram. Bu edir mənfi 45y, bu edir mənfi 155. Daha doğrusu 135. Və y-i tapmaq üçün mənfi 135-i mənfi 45-ə bölürük. O da edir müsbət 3. Y məlumdursa x-i tapaq. Aparaq məsələn y-i qoyaq buradakı y-in yerinə. O da olacaq 7x üstə gəl 6, 2 vur 3 6 edir axı. Bərabərdir 20. 7x bərabərdir 20-dən 6 çıxıram 14 və x bərabərdir 14 bölü 7, yəni 2. X də məlum, y də məlum. Onların da hasil olacaq 6. Keçək başqa növ suala. Məsələn, burada başqa nə var? Məsələn, gəlin 11 tip sualları yazaq. %11-də yazıb ki, 0,6 vur x çıx y bərabərdir 12. 0,7 vur x üstə y bərabərdir 21. İnşallah burada gəlin hər tərəfi 0,6-ya bölək. Elə ki, bu 0,6-ya bölünəndə heç nə qalmır, qalır x çıx y. 12-ni də 0,6-ya böləndə eləyəcək 20. Burada da hər tərəfi bölək 0,7-yə ki, kəsirdən qurtulaq. Bu gedir, qalır x üstə y bərabərdir 21-i bölürəm 0,7-yə, o da edir 30. İndi bunları alt-alta toplayaq, çünki biri mənfi, biri müsbətdir. Bunlar gedir, x-dan x-i toplayanda edir 2x. 20 ilə 30-u toplayıram, edir 50. X də bərabərdir 25. X-i tabandan sonra aparıb hara istəsən qoya bilərsən. Məsələn, mən bura qoyuram. 25 çıx y bərabərdir 20. Y də bərabərdir 5 olur da burada. X da var, y də var. Bizdən nə istəyirdi? Onların hasilini istəyirdi. X-i də y-ə vuranda 25-i 5-ə vuranda 125 eləyir. Bu da belə. Gəldik məsələn 13 tipli sualların həllinə. 13 tipli sualları. 13-də yazıb ki, x böl y bərabərdir 0,5 və 3x çıx 2y bərabərdir mənfi 3 olarsa, x çıx y fərqini istəyir bizdən. Bunun asan yolu nədir uşaqlar? X böl y-ə dəymirəm. 0,5 bilirik ki, 9-da 5 deməkdir. Bax, x 5k-dır burada, y 9k. X 5k-dır, y 9k. Aparıb həmin o x-i, y-i qoyaq bura. Yəni 3 vur 5k, 15k, çıx 2 vur 9, 18k. Bərabərdir mənfi 3. Mənfi 3k, mənfi 3-dürsə, k-dan mənfi 1-dir. K tapılandan sonra cavabı tapmamışıq hələ. Biz aparıb k-ları yerlərinə qoyuruq bunların. Bu olur mənfi 5, bu olur mənfi 9. X-dan da y çıxmaq lazımdır. Axı, mənfi 5-dən də çıxıram mənfi 9. 2 mənfi 9 quşur, olur 4. Bu birinci üsul. Deyək ki, bu üsulu bəyənmədiniz və yaxud da yadda qalmadı. İkinci üsulda başlayalım. Yazıb ki, x bölü y bərabərdir. Yenə dövrdə 5-i 9-da 5 yazıram. 3x çıx 2y də bərabərdir mənfi 3. Burada çarpaz vururam bunları. Olur 9x bərabərdir 5y. Bunu bu tərəfə atıram, olur. Deməli, 9x çıx 5y bərabərdir 0. Çünki bu tərəfdə heç nə qalmır axı. Aşağısına da o biz tənliyi. Yəni 3x çıx 2y bərabərdir mənfi 3 yazıram. İndi x-i yox eləyək, məsələn, yuxarı 9-da aşağını mənfi 9 eləyək ki, getsin. Onda aşağının hər tərəfini mənfi 3-ə vuraq. Olacaq 9x çıx 5y bərabərdir 0. Mənfi 9x üstə gəl. Çünki mənfini mənfiyə vururam axı, mənfi 2-ni mənfi 3-ə. Bərabərdir, mənfi 3-də mənfi 3-ə vururam 9.
Bunları toplasaq bunlar gedir. -5-in üstünə 6 gəlirəm 1 y eləyir. 0-ın da üstünə 9 gəlirəm 9 eləyir. Y oldu 9. Y tapandan sonra məsələn x-i tapmaq istənsə hara istəyirsən qoya bilərsən. Məsələn y qoymaq istəyirəm bura. Deməli 9 vur 9 vur. X çıx 5 vur 9 eləyir 45 bərabərdir 0. 9x bərabərdir 45, x də bərabərdir 5. X də məlum, y də məlum. Bizdən nə istəyirdi? 13-də x-dən y-imizi çıxmağı. 5-dən də 9 çıxıram. -4 eləyir. -4. Belə. Bayaqki tənlikdə də desən, elə tapdıqda ola bilər ki, hesablama səhvi olar. Əgər hesablama səhvin varsa, üzrlə hesab edin. Əsas yolunu bilin. Yəni bəzən olur ki, hesablama səhv edirəm. Əsas yolunu başa düşün. Deməli, növbəti suala baxırıq. Məsələn, 15 tipli sualları necə həll edirik? 15 tip suallara baxaq. 15-də yazıb ki, x kvadrat çıx 2x üstə gəl y kvadrat. Üstə gəl 4y üstə gəl 5. Deyib buradan x, y tap. Uşaqlar, bu tip tənlikləri müxtəsərə gətirməlisən. 2 ədlinin kvadratına. Bax, x kvadrat çıx 2x-ə dəymirəm. Y kvadrat üstə 4y də dəymirəm. Bu 5-i mən 1 üstə 4 kimi yazıram. Niyə belə yazdım? O 1-i buraya əlavə edəcəm, 4-ü buraya əlavə edəcəm ki, bu da müxtəsər düstur olsun, bu da. Yəni, bir də nəyinsə kvadrat 4-də. Ona görə elə yazdım. Bu x çıx 1-in mörtəzə kvadratıdır. Bu y üstə 2-nin mörtəzə kvadratıdır. Bayaq dedim ki, 2 dənə ifadənin modulu və yaxud da kvadratının cəmi 0-dırsa, onların hər birini ayrı-ayrılıqda 0-a bərabər etmək lazımdır. X burada 1-dir, y də -2-dir. X da var, y də var. Onların da hasili olur -2. Belə. 16-da da dediyim kimi hazır yazılıb da hər bir mörtəzəni 0-a bərabər edib həll etmək olar. 17-də həmçinin. 18-də də baxın modul var. Modul kiçik bərabər 0 yazılıb. 0-dan kiçik ola bilməz modul, amma bərabər ola bilər də 0-a. Yenə x çıx 4-ü ayrıca 0-a bərabər edirsiniz. 3y çıx 7-ni ayrıca. Sonra x, y tapırsınız. Bunlar hamısı eyni cür həll olunur. Biraz fərqli sual burada 20-ci sualdır. 20-ci sualın həllinə baxaq. Deməli, x üstə y bərabərdir a. X çıx 3y bərabərdir 6. Belə bir şey verilib. Deyir, x, y həlli üçün x kvadrat çıx y kvadratının ən kiçik qiymətini tap. Biz gərək x kvadrat çıx y kvadratının birinci tapaq sonra. Gəlin, yuxarını bıraq -1-ə. Olacaq -x, -y, -a. Aşağıya da əldə emirəm. Sonra bunları toplayaq. Bunlar gedəcək. -y ilə -3y eləyir -4y bərabərdir -a üstə gəl 6. Burada da y tapmaq istəyiriksə, hər tərəfi -4-ə bölməliyik də. O da eləcək. Deməli, -a üstə gəl 6 böl -4. Mənfini yazmaq istəmiriksə, belə yaza bilərik. Ki, hər tərəfi mənfiyə vurub, işarələri dəyişə bilərik. -a-nın yerinə müsbət a, 6-nın yerinə -6, -4 yerinə 4 yazsaq, yəni bu elə buna bərabər deməkdir. Y tapıldı. Gəlin, aparaq bu y-i qoyaq, məsələn, buradakı y-in yerinə x-i tapmağa çalışaq. Onu necə tapacaq? Olacaq deməli. X üstə gəl, y-in yerinə yazıram, a çıx 6 böl 4 bərabərdir a. Buradan x tapmaq üçün a-dan a çıx 6 böl 4-ü çıxmalıyıq. Ortaq məxrəc 4-dür. Burada 4-a qalacaq, məxrəci 1-də ona görə. Çıx. Burada a çıx 6-nın işarələri dəyişəcək, çünki mənfi var da kəsrin qabağında. Olacaq -a, müsbət 6. O da eləcək 3a üstə gəl 6 böl 4. Baxın uşaqlar, bu da var, bu da var. Bizə deyir ki, x kvadrat çıx y kvadratını yaz və onun ən kiçik qiymətini tap. İndi biz nə edəcəyik? A çıx 6 böl 4, bir də 3a üstə 6 böl 4-ü kvadrata yüksəldib bir-birindən çıxacaq. Deməli, a çıx 6 böl 4, 3a üstə 6 böl 4. Yazıram bura. A çıx 6 böl 4, 3a üstə 6 böl 4
Bunları kvadrata qaldırırıq və bir-birindən çıxırıq. Biz birinci y tapmışdıq axı. A-6 bizdə y-də. Bir dəqiqə bunu səhv yazdım yerlərini. Birinci 3a üstə 6-nı yazmadım. Çünki x birinci yazır axı. Burada x birinci gəlir bax. Deməli 3a üstə 6 böl 4 a-6 böl 4-ün kvadratlar fərqini hesablayaq, sonra ən kiçik qiyməti taparıq. Yuxarı müxtəsərdir. Deməli olacaq 9a kvadrat üstə gələk 36a üstə gəl 36 böl 16 çıx a kvadrat çıx 12a üstə 36 böl 16. Ortaq məxrəc eləsəm 16-da 9a kvadrat üstə 36a üstə 36 çıx a kvadrat üstə gəl 12a, işarələr dəyişir axı bu çıxmaya görə. Çıx 36 bərabərdir. 36'lar gedir. 9a kvadratından 1a kvadrat çıxanda edir 8'dən a kvadratı. 36a üstə 12a edir 48a və böl 16. Buradan 8'i çıxardıram, qalır a kvadrat üstə gələk 6a böl 16. Bunlar da ixtisar getsə a kvadrat üstə 6a böl 2 qalır. A kvadrat üstə 6a böl 2. Yazıram a kvadrat üstə 6a böl 2. Bunu da belə eləyəcəm. Deməli, parçalayacağım da kəsiri a kvadrat böl 2, bir də 6a böl 2 kimi parçalayacağım. Bu a kvadrat böl 2, 2-də 1 a kvadrat deməkdir də. Bunlar da gedir 3a. Uşaqlar, indi bu misalın s'si yoxdur da, a'sı var, b'si var, s'si yoxdur. A'sı 2-də 1-dir, b'si 3-dür, s'si 0-dır. Ən kiçik qiymət düsturuda 4ac çıx b kvadrat böl 4a'dır. Aparıb yerinə qoysam 4 vur, 2-də 1 vur, 0 çıx, 3'ün kvadratı böl 4 vur 2'də 1. Bu 0 edir də, 0'a vurduq ona görə. Olacaq mənfi 9 böl 2. O da edir mənfi 4,5c. Bu biraz çətin sualdır, blok sualdır. 21 də blok sualdır. Biz hələ ki buraxılış suallarına baxaq. Çətinlər, lap çətinləri qalsın blokda izah edəcəm. İndi hələ ki buraxılışa düşə biləcək tipləri yazıram, asanları. Nisbətən asanları. Məsələn, ətraflılardan baxaq. Tutaq gələ 27-yə baxaq. 27-də baxın, cədvəl verilib, diaqram, ətraflı sual kimi düşə bilər. Birincidə yazıb A1x üstə gəl B1y bərabərdir C1, A2x üstə gəl B2y bərabərdir C2. Burada baxın, zolaqlı A-dır, qara B-dir, biraz açıq rəng C-dir. Əmsallarda təbii ki olar. Aparaq yerinə qoyaq. Baxın, birinci tənliyin A-sı görürsünüz 3'ü göstərib. Deməli, birinci tənliyə 3x yazıram, üstə gəl. Sonra birinci tənlikdə y, b-dir də, b-nin əmsaldır. O da 4'ü göstərib, olur 4y bərabərdə C1'imiz də ki 7'dir də, birincidən görürsünüz ki 7'dir. İkincidə də ki olacaq, deməli, birinci A1'imiz, A2'miz olacaq 6, 6x, B2'miz 5'dir, 5y və C2'miz 11'dir. Bunu həll etmək lazımdır. Gəlin belə eləyək. X-i yox eləmək üçün yuxarını vuraq mənfi 2-yə. Çünki bu müsbət 6'dır, bu da mənfi 6 olsun da. Olacaq mənfi 6x, mənfi 8y və mənfi 14. Aşağında olduğu kimi köçürdürəm. Toplayaq bunlar alt-alta. Bunlar gedəcək. Mənfi 8-in üstünə 5 gəlirəm, mənfi 3y. Mənfi 14-ün üstünə 11 gəlirəm, mənfi 3. Mənfi 3-də mənfi 3-ə bölürəm 1. Y tapıldı. Y aparıb qoyuram məsələn bura. Olur 3x üstə gəl 4 vur 1, 4 eləyir, bərabərdir 7. 3x bərabərdir 7-dən 4 çıxıram. 3, x də bərabərdir 1. X da 1 oldu, y də 1 oldu. Bizdən istəyir ki, onların deməli cəmini tapmağımızı, o da eləyir 1 üstə 1, 2. Yəni siz bu cür yazsaz imtahanda tənliyi düzgün qrup, düzgün həll eləsə sizə tam bal verəcəklər. Görürsünüz, çətin deyil yəni ətraflı suallar. Belə. Birinci bölmədən demək olar ki, çox şey dedim. Bir-iki dənə blok tipli suallar qaldı. Onları hələ ki yazmıram. Keçəm sadə şeyləri bilin də. İndi gəlin ikinci bölməsindən biraz işləyək.
İkinci bölməsi xətti tənglər sisteminin həllinin araşdırılmasıdır. Bunu da belə izah edeyim də mən sizə. Tutaq ki, bir dənə tənlik verilib. A1x üstə B1y bərabərdir C1. A2x üstə B2y bərabərdir C2. Bu tip tənliklər sistemində əgər A1 bölü A2 bərabər deyilsə B1 bölü B2-yə, bu zaman tənliklər sisteminin yeganə həlli var. İkinci, əgər A1 bölü A2 bərabərdir B1 bölü B2, o da bərabərdir C1 bölü C2 olarsa, bu zaman tənliklər sisteminin sonsuz sayda həlli var. A1, B2 falan bunlar hamısı əmsallardır. Və nəhayət üçüncü qayda. A1 bölü A2 bərabərdir B1 bölü B2. Amma o bərabər deyilsə C1 bölü C2-yə, bu zaman tənliklər sisteminin həlli yoxdur. Gəlin bunlara nümunələrə baxaq. Məsələn, birinci sualdan başlayaq. Birinci sualda deyir ki, A parametrinin hansı müsbət qiymətində, yəni A müsbətdir. Burada parametr deyilsə, deməli ədəddir də bu. AX üstə 8y bərabərdir 3 və 2x üstə AY bərabərdir 5 tənliklər sisteminin həlli yoxdur. Həlli yoxdursa, A1 bölü A2 bərabərdir B1 bölü B2, o da bərabər deyil C1 bölü C2 olmalıdır. Burada A1'imiz uşaqlar budur, A2'miz budur, B1 budur, B2 budur, C1 budur, C2 budur. Təbii ki, işarələrlə bir yerdə baxacağıq. İndi burada hamısı müsbətdir də, bəzən mənfi olacaq. Olacaq A bölü 2 bərabərdir 8 bölü A, o da bərabər deyil 3 bölü 5. Bizə hansı qiymətinə dediyinə görə bu hissəyə baxırıq əsas. Çarpaz vururam, A kvadrat olur 16, A olur ya 4 ya mənfi 4. Çünki mənfi 4-ündə kvartı müsbət 16-dır, müsbət 4-ündə. Bizə də demişdi axı A müsbətdir, müsbət qiyməti demişdi. Ona görə biz burada mənfini götürməyəcəyik. Cavab 4, A variantı olacaq. Amma deməsə hər ikisini götürürük. Başqa bir misala baxaq. Məsələn, yazaq 5-ci sual. 5-ci suala baxırıq. B-nin hansı qiymətində deyir, bu tənliklər sisteminin yenə həlli yoxdur. İnşallah burada birinci x atıram sola, çünki x solda olmalıdır. Müsbət olur keçəndə. Müsbət y-ə də dəymirəm, bərabər 2. Burada bunu atıram olur müsbət kök b, x üstə y bərabərdir mənfi 4. İndi burada həlli yoxdur deyəndə A1-i, yəni 3-ü kökdə b-yə bölürəm. Y-nin əmsalı 1-dir deyənə 1-i 1-ə bölürəm və bərabər deyil 2-ni də mənfi 4-ə bölürəm. Yenə bizə bu hissə lazımdır hələlik. Bunları çarpaz vururam. Kökdə b bərabərdir 3 olur. Hər tərəfi kvadrata yüksəldirəm, b də olur 9. Yəni burada 9 olmalıdır ki, oradan 3 çıxsın da. Cavab 9 olanda həlli yoxdur. Y variantı. Yenə deyirəm, bəzən hesablama səhvlərim ola bilər, diqqətindən yayına bilər. Yəni videoya baxanda onu problem eləməyin də, hesablama səhvləri ola bilər. Əsas yolunu başa düşək. Deməli, gəlin 8-ci suala baxaq. 8-ci sualda yazıb ki, K parametrinin hansı qiymətlərində y üstə 8x böldürəm, y üstə 8x bərabərdir 7 və y üstə kx bərabərdir 3 tənliklər sisteminin yeganə həlli var. Uşaqlar, burada A1 8-dir, çünki x-in solu A1-dir. 8-i bölürəm k-ya, qayda belədir də, yeganə həldə A1 bölü A2 bərabər deyil B1 bölü B2. 8-i k-ya bölürəm, bərabər deyil, y-nin əmsalı da 1-dir, 1-i də 1-ə bölürəm. Heç nə yoxdursa 1 yazırıq. Çarpaz vuranda k bərabər deyil 8 alınır. Bu cavab budur. K bərabər 8 yox, k bərabər deyil 8. Yəni bu nə deməkdir? Yəni 8 olmasın da, nə olur olsun 8 olmasın. Biz də bilirik ki, ədəd oxumda hər bir şey mənfi müsbət sonsuzluqda, mənfi sonsuzdan başlayır, müsbət sonsuzluqda bitir. Yəni 8-dən başqa hər şey ola bilərsə, deməli mənfi sonsuzluqdan 8-ə qədər 8 ola bilməz, yumru mötərizə. Birləşir 8-dən müsbət sonsuzluğa. Yəni bu yazılışla bu yazılış eyni şeydir. Bəzi kitablarda elə yazılır, bəzilərində başqa cürdür. Aşağıdakı kimi yazılır. Sonra, sonsuz sayda həldə də 3-ünə bərabər etsən, çarpaz vurursan. Görək ona aid də misal varmı burada? Məsələn, gəlin 12-ni yazaq. 12-də yazıb ki, k-nın hansı qiymətlərində kx üstə 3y bərabərdir 6, 7x üstə ky bərabərdir 14. Tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var. Burada da sonsuz sayda həll burada da A1 bölü A2 bərabərdir B1 bölü B2, o da bərabərdir C1 bölü C2.
İndi A1'imiz burada K'dır, A2'miz 7'dir. B1'imiz 3'dür, B2'miz K'dır, C1'imiz 6'dır, C2'miz 14'dür. Uşaqlar, birinci bu ikisini vursaq, buradan K'nı K'ya vururam, K kvadrat, 3'ü 7'yə vururam, 21. K kvadrat 21 isə K ya kök at da 21'dir, çünki 21'dən kök çıxmır, ya da mənfi kök at da 21'dir. Bir də hər ehtimalı yoxlamaq üçün bunu da vuraq. Məsələn, bunu vursaq, bunu çarpaz vursaq belə. 6'nı K'ya vursaq 6K, 3'ü də 14'ə vursaq 42. 42'ni 6'ya bölürəm 7 edir. Bunu da tapdıq. Və nəhayət, hər ehtimalı yoxlamaq üçün bunu da buna vuraq, bax bunları, qıraqları. Yəni 6'nı 7'yə vuraq. K'nı da 14'ə. 14K bərabərdir 42. K da olur 3. Fikir verin, burada K başqa bir şey alındı. Burada başqa bir şey, burada başqa bir şey. Nəsə ortaq bir şey çıxmadı. Ən azından bir dənə ortaq çıxsaydı, məsələn 2 dəfə 7 çıxsaydı cavab 7 olardı və ya da kökdə 21. Heç bir ortaq çıxmadısa, deməli cavab boş çoxluqdur. Yəni heç bir qiymətində B variantı. Bu biraz təhlükəli sualdır. Amma yenə deyirəm, ortaq çıxsa ortaq həlli götürəcəyik. Bu belə. Gəlin bir dənə də belə bir tip sual yazaq. Məsələn. Baxın, 18'də məsələn A1 2'dir, B1 M çıx 1'dir, C1 3'dür. A1 M üstə 1'dir, daha doğrusu A2 M üstə 1'dir, B2 4'dür, C2 mənfi 3'dür. Yəni orada da diqqət edəcəyik. Gəlin bir dənə yazaq 19'dan. 19 biraz fərqli sualdır ona görə. 19'da deyir ki, A parametrinin hansı qiymətlərində AX çıx 8Y bərabərdir 9 və X çıx 2Y bərabərdir 3 təniklər sisteminin yeganə həlli var. Yeganə həlli var. Bu 19 yox, bunu yazmayacaqdım. Bassam sualdır. Burada bir dənəsi var idi. 19 asandır. Yirmi 8'i yazmaq istəyirəm. 19 bildiyimizdə, hadi bayaq izah elədiyim. 28'i yazmaq istəyirəm. A parametrinin hansı müsbət qiymətində x üstə y a-dır, x kvadrat üstə y kvadrat 3'dür. Bunun yeganə həlli var. Aha. Burada kvadrat var deyənə deyirəm, fərqlidir. Ya da bax x, y olsa, nə bilim kvadrat olsa, bu tip suallar biraz fərqli həll olunur, yeganə həll desə. Necə həll edirik, baş salıram. Burada əvəz etmək üsulundan eləsək daha yaxşı olar. Yuxarıdan x-i tapaq, buradan x tapaq. X tapmaq üçün y-i bu tərəfə atıram, olur mənfi. Yəni a çıx y. Aparıb x-in yerinə qoyaq. Yəni a çıx y-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir 3. Birincini müxtəsər kimi atsam, a kvadrat çıx 2a y üstə y kvadrat üstə gəl y kvadrat bərabərdir 3. Bunu da həll eləsək, deməli 2y kvadrat olur, çıx 2a y olur və üstə gəl a kvadrat çıx 3 olur, bərabər 0. Bu 3 elə bir ki, atdım bu tərəfə mənfi kimi. Baxın, y-ə görə bir kvadratik tənlik oldu elə bir ki bu. Y-ə görə bir kvadratik tənlik oldu və kvadrat tənliyindən nə zaman yeganə həlli var? Onun diskriminantı 0-a bərabər olarsa. Diskriminant da b kvadrat çıx 4ac-də axı. Burada b-imiz y-in soludur, yəni bura b-dir. A-mız 2'dir, C-miz də baba bunun hamısıdır. Çünki burada hərf y falan yoxdur, adı parametrdir. Onda olacaq b kvadrat, yəni mənfi 2a-nın kvadratı edir 4a kvadrat. Çıx 4 vur a, yəni 2 vur C-miz də a kvadrat çıx 3'dür. Bunu 0-a bərabər edib həll edirəm. Olur 4a kvadrat. Bax 4 dəfə 28'dir, a-ya da a kvadratında vuranda olacaq 8a kvadrat. Amma mənfi varsa mənfi 8a kvadrat. Və mənfin də bu mənfiyə vuranda olacaq müsbət. 4 vur 2 vur 3, yəni deməli 24 bərabər 0. Bundan sonrasını nə edəcəyik? Deməli, hər tərəfi böləcəm 4'ə ki, biraz işimiz sadələşsin. O da olacaq deməli mənfi, bu olsa mənfi 4a kvadrat idi. Üstə 24 bərabər 0 idi. Hər tərəfi 4'ə böləndə olacaq deməli mənfi a kvadrat üstə 6 bərabər 0. Buradan da bunu bu tərəfə atanda mənfi a kvadrat mənfi 6'dır. Hər tərəfdə mənfiyə böləndə a kvadrat bərabərdir 6. A da olacaq müsbət mənfi kökdə 6.
Bizə də müsbət demişdi deyənə. Cavab müsbət kökdə 6 eləyəcək. Müsbət kökdə 6. Cavab B variantı. Biraz çətin sualdır. Bloka daha çox uyğun sualdır, amma bəlkə də buraxılışa da düşər. Belə, yəni bu tip suallarda belə həll olunur. Çalışdığım qədər hər tipdən yazıram. Gəlin məsələn bunlardan yazaq. Biri 1 dərəcəli, biri 2 dərəcəli və yüksək dərəcəlilərdən bir iki dənə nümunə işləyək. Sonra məsələ tiplərinə baxarıq. Məsələn, birinci sualdan başlamaq istəyirəm. 1-də yazıb ki, 1 bölü x üstə gəl 1 bölü y bərabərdir 8-də 3. X üstə y-də verib 12. Burada birinci ortaq məxrəc eləyəcəm. Ortaq məxrəc x, y-dir. Burada y çatışmır məxrəcdə, burada x. Olacaq y üstə x bərabərdir 8-də 3. Uşaqlar, x üstə y 12 verir, bax, aparıb bura qoyuram. Olur 12 bölü x, y bərabərdir 8-də 3. Çarpaz vururam. 3x, y bərabərdir 12 vur 8. Bunlar ixtisar geçsin 3-ə. X, y bərabərdir 4 vur 8. Yəni 32. Bizdən də elə x, y istədiyinə görə cavab 32 olacaq. Yəni Y variantı. Məsələn, yazmaq istəyirəm ikinci tip sualda. 2x üstə gəl y kvadrat bərabərdir 6. X üstə gəl y bərabərdir 3. Bizdən istəyir y vur, y çıx 2-ni. Burada nə edəcəyik? Gəlin aşağının hər tərəfini mənfi 2-yə vuraq. X-lar geçsin. Çünki bizdən y istəyir də. Burada x yoxdur, yəni x-ları yox eləyək. Yuxarıya əl dəymirəm. Aşağını mənfi 2-yə vururam hamısını. Və bunları toplayıram. Bunlar gedir. Olur y kvadrat çıx 2y bərabərdir. Bunları toplayıram 0 eləyir. Buradan da y çıxarsam qalacaq y çıx 2. Elə bizdən də onu istədiyinə görə cavab olur 0. Növbəti tip suala baxaq. Məsələn, baxaq 4-cü suala. Deməli. 4-də yazıb ki, x, y üstə gəl x çıx y bərabərdir 2 və x çıx y bərabərdir 3. Təniklər sistemindən x, y hasilini istəyir. Biz gəlin aşağını vuraq mənfi 1-ə. Niyə mənfi 1-ə vururam? X-lar, y-lər bir-birinin əksi olsun. Yuxarıya dəymirəm. Aşağının hamısını mənfiyə vururam. İşarələr dəyişir. Və toplayıram. Bunlar gedir, bunlar gedir. Qalır x, y bərabərdir mənfi 3 üstə gəl 2. Yəni x, y bərabərdir mənfi 1. Cavab A variantı olur. Belə. Burada biraz fərqli sual məsələn yazmaq istəyirəm 7-ci sualı. Yeddə deyir ki, x üstə y bərabərdir 3, x kvadrat üstə 2x y üstə gəl 2y kvadrat bərabərdir 18. Deyir, bu təniklər sistemindən y kvadratını tapa. Bu neçə dəfə imtahana düşüb y kvadratını istəyir. Biz nə edəcəyik? Yuxarının hər tərəfini kvadrata qaldıracaq. Niyə görə? Çünki aşağıda kvadratlar var. Bunun hər tərəfini kvadrata qaldıracam. Olacaq müxtəsər Roma düsturu. Yəni x kvadrat üstə gəl 2xy üstə gəl y kvadrat bərabər 9. Bax, bunu da mən y kvadrat üstə y kvadrat yaza bilərəm də. Yəni, mən bu aşağıdakı tənliyi x kvadrat üstə 2xy üstə gəl y kvadrat üstə y kvadrat yazaram ki, təzədən eyni şey olsun. Və bu ifadə budur da. Onda mən bu 9-u aparıb bura qoyuram. Yəni, 9 üstə gəl y kvadrat 18-dir. Y kvadrat da 18 çıx 9, yəni 9-dur. Bizdən də y kvadratı istədiyinə görə cavab 9. Y istəsəydi müsbət mənfi 3 olardı. 8 bayaq izah elədiyimə oxşuyur. Gəlin yazaq 10-cu sualı. Onuncu sualda deyir ki, x üstə y bərabərdir 3, x kvadrat üstə y kvadrat bərabərdir 25. Bizdən istəyir x, y hasilini. Nə edəcəyik burada? Yenə yuxarının hər tərəfini kvadrata qaldıraq, çünki aşağı kvadratda ona görə. Olacaq x kvadrat üstə gəl 2xy üstə gəl y kvadrat bərabər 9.
Aşağıda da yazılıb x kvadrat üstə y kvadrat 25'dir. Uşaqlar, x kvadrat üstə y kvadrat 25-ci aparıb bunların yerinə 25 yazıram. Yəni 25 üstə gəl 2xy bərabər 9. Buradan da 2xy bərabər 9-dan 25 çıxıram. Mənfi 16. Hər tərəfdə 2-yə bölürəm, cavab olur mənfi 8. Elə bizdən də x, y istəyir də. Belə. Gəlin biraz da baxaq başqa tiplərə. Məsələn, bunlara baxaq. Məsəl üçün yazmaq istəyirəm burada 12-ci sualı. Bunu da yazaq, sonra keçək məsələlərə. Görək məsələlər necə olur. Məsəl üçün 12-ni yazaq. 12-də yazıb ki 1 bölü x çıx 1 bölü y bərabərdir 1. 1 bölü 2x üstə gəl 2 bölü y bərabərdir 3. Uşaqlar, burada asan yol nədir? Bax, bu 1 bölü y-dir, bu 2 bölü y. Yəni aşağı yuxarının 2 qatıdır, düzdür? Biz onda yuxarını müsbət 2-yə vuraq. Çünki onsuz da mənfi müsbət yazılıb da rahat gedəcək. Da mənfiyə vurmağa ehtiyac yoxdur. Yuxarının hər tərəfini 2-yə vuraq. 2-yə vurulanda surətlər vurulur. Çünki bu 1-də 2-dir axı, ona görə. Olur 2 bölü x, 2 bölü y və 2. Aşağıya da əl dəymirəm. Və bunları toplayıram alt-alta. Toplayanda bunlar gedir. Olur nə? 2 bölü x üstə gəl 1 bölü 2x bərabərdir 5. 2 ilə də 3 topladım da. Ortaq məxrəc bunlara 2x-dir. Burada 2x eləmək üçün 2 çatmır. Burada 1. 2 dəfə 2 4, bir dəfə 1-in 1. 5 bölü 2x bərabərdir 5. Çarpaz vursam, belə çarpaz vursam, 10x bərabərdir 5. X-i tapmaq üçün 5-i 10-a bölürük. Onu 5-ə bölmürük. O da eləyir 0,5 və yaxud da 2-də 1. X tapıldı. Bizdən də x istəyirdi, cavab A variantı oldu. Bunlar da belə həll olunur yəni. Gəlin məsələlərə baxaq. Elə sadədən çətinə doğru gedəcəm. Məsələn, birinci suala baxırıq. Birinci sualda deyir ki, 2 müsbət ədədin fərqi 8-dir. Fərq nədir? Çıxma. Yəni, bir ədədə x deyək, ikinciyə y deyək. Fərqi 8-dir. Hasili 65-dir. Burada uşaqlar əvəz etmək üsulu edəcəyik, çünki biri vurmadır. Vurma kvadrat olanda əvəz etmək daha məsləhətdir. Buradan x-i tapaq. Bunu bu tərəfə atacaq. Mənfi keçib müsbət olacaq. Yəni, 8 üstə y olacaq. Aparıb onu x-in yerinə qoyacam. Olacaq 8 üstə y vur y bərabərdir 65. Vurub açıram, y-i y-a vururam, y kvadrat, 8y-a vururam, 8y və müsbət 65-i atıram sol tərəfə olur, mənfi 65 bərabərdir 0. Diskriminant b kvadrat, yəni 8-in kvadratı, yəni 64 çıx, 4 vur a, yəni 1 vur c, yəni mənfi 65. Mənfini mənfiyə vuranda müsbət olurdu, yəni olur 64 üstə gəl, 4 vur 65 deyir, deməli 280. Bu da edir 324. 324-də 18-in kvadratıdır. Deməli, köklərin biri olur mənfi b, yəni mənfi 8 çıx, kök adda 324 bölü 2a, yəni 2 vur 1. O birisi də olur mənfi 8 üstə gəl, kök adda 324 bölü 2 vur 1. Mənfini götürə bilmərəm, çünki müsbət ədəd demişdə başda bizə. Ona görə mənfiyə baxmırıq, buna baxırıq. Mənfi 8 üstə gəl, 324 18-in kvadratıdır bölü 2. O da edir 10 bölü 2, yəni 5. Ədədimizin biri 5-dirsə, yerinə qoysaq, məsələn, aparıb 5-i qoymaq istəyirəm, baba, bura. Y bu daxı. 5-i nəyə vuranda 65 eləyər? Təbii ki, 13-ə. Deməli, ədədimizin biri 13-dür, biri 5-dir. Onların da kiçiyini istəyir, cavab 5. Yəni, D variantı. Növbəti məsələ tipinə baxmaq istəyirəm. Məsələn, kater məsələsi, uşaqların ən sevdiyi məsələ. 5. Kater çayın axını istiqamətində. Uşaqlar, axını ilə surətlər toplanır, axına qarşı surətlər çıxılır. Gəlin, katerin surətinə x deyək, çayın surətinə y deyək. Həmişə katerin surəti çayın surətindən böyük olmalıdır.
Axın istiqamətə deyilsə bunları toplayıram, axına qarşı deyilsə çıxıram. Axın ilə sürəti 16-dır, axına qarşı 10-dur. Gəlin bunları alt adı toplayaq. Müsbət mənfi getsin. Olacaq 2x bərabərdir 26, x də bərabərdir 13. X tapıldı. X-də aparıb bura qoysaq, məsələn, 13 çıx y 10-dursa, y də 3-dür. Bizdən çayın axma sürətini istəyir. Çay da bizdə y olduğuna görə cavab 3 olur. Bu da sizə kater məsələsi. Məsələn, 7-ci suala baxaq. 7-ci suala. Deyir, 96 metr uzunluqda bir məftil biri o birindən 2 dəfə qısa olan 2 hissəyə ayrılır. Kiçik hissəni tap. Bunu əslində sistem tənliksiz də eləmək olar. Prosta bizim dərsimiz sistem tənliyi olduğuna görə istəyirəm bunu sistem tənliyi ilə sizə izah edim. Yəni, bir hissə x olsun, bir hissə y olsun. Deyir ki, onların cəmi 96-dır və biri o birisindən 2 dəfə qısadır. Deyək ki, x y-dən 2 dəfə qısadır. Onda görə y-i tapmaq üçün x-i 2-yə vuraq da. Qısa olan x-dir burada. Baxın, indi aparıb bu y-in yerinə burada 2x yazacağım. Olacaq x üstə 2x bərabər 96, 3x bərabər 96, x də bərabərdir. Deməli, 32. X tapıldı. Y də tapmaq istəsəm 2-yə vuraram, eləyər 64. Çünki burada 2 yazmışam, baxın. Biri 64-dür, biri 32-dir. Bizdən də kiçik hissəni istəyir, cavab 32A variantı. Gəlin 9 tipli suallara baxaq. 9-da deyir ki, bir top parçanın qiyməti 35 manatdır. 35 manat. Deyir ki, topdakı parçanı 4 metr artırsaq, deyək ki, x metr parça var və y manatdır. 1 metrəsi. Bax, 1 metrəsi y manatdır. Onda biz x-i y-ə vurmalıyıq ki, ümumi məbləği tapaq da. Tutaq ki, 20 metr var, hər metrəsi də 3 manatsa 20-ni 3-ə vururuq da. Deyir ki, indi hər topdakı parçanı 4 metr artırırıq. Yəni, əvvəl x metrdə olur, x üstə 4 metr. Və hər metrinin qiymətini 1 manat ucuzlaşdırırıq. Yəni, əvvəl y manatı, indi olur y çıx 1 manat. Yenə bunların hasilidir. Bu zaman deyir, qiymət dəyişməz. Yenə 35 olar. Bu sistem tənliyi həll edəcək indi. Aşağını vurub açıram. Olur deməli x, y, çıx x, üstə gəl 4y, çıx 4, bərabərdir 35. X, y 35 vermişdi. Aparaq qoyaq yerinə. 35 çıx x, üstə 4y, çıx 4, bərabərdir 35. Bu 35-lər getsin. Deməli, qalacaq 4y çıx x, bərabərdir. Bu mənfini bu tərəfə atıram, müsbətdir. Bax, belə bir şey aldıq. Buradan x tapmaq üçün bunu bu tərəfə atıram, bunu bu tərəfə. Olur 4y çıx 4. Bax, əvəzləmə elədim. X-i tapdım. Aparıb x-i əvvəlki tənliyi var idi, 35. Burada yerinə qoyuram. Düşə bilər ətraflı sual kimi. 4y çıx 4 vur y bərabərdir 35. Bunu da vurub açıb yenə diskriminant eləyəcəm. Vurub açıram, olur 4y kvadrat çıx 4y. Müsbəti də atıram bu tərəfə, mənfi 35 bərabərdir 0. Diskriminant bərabərdir b kvadrat, yəni 16 çıx 4 vur. 4 vur mənfi 35. O da eləyir, deməli, 576. Köklərin biri mənfidir, yəni mənfiyə baxmayacam, promoy müsbəti yazacağım. 4 üstə gəl, kök altda 576, 20. 4-ün kvadratıdır. Böl 2 vur a, yəni 2 vur 4. O da eləyir 28 böl 8. Bunlar da 4-ə bölünür, eləyir 7 böl 2, yəni 3,5. Bizdən nə istəyirdi? Topda neçə metr parça olduğunu tap. Bizə də metrimiz x-dir, yəni biz y tapmışıq. Aparıb yerinə qoyaq. 3,5-i məsələn qoyaq bura. X bərabərdir 4 vur 3,5 çıx 4. Yəni 10 metr. Deməli, əvvəlcə topda 10 metr parça var idi. Belə. Bir dənə də ətraflıdan yazaq, yekunlaşdıraq. Sual belədir. 140 yerlik tamaşa salonunda, bax düşə bilər. 140 yerlik tamaşa salonudur. Cəmi 140 dənə yer var. Bura sıra yazıram. Bura hər sıradakı yerləri yazıram. Hər sıradakı yerləri yazıram. Bir 140 yerlik tamaşada təmin edildikdən sonra sıraların sayı 4 var artdı. Gəl əvvəlcə sıralara x, yerlərə y deyək.
Onda yenə də x, y 140-dır. Bayaqki suala oxşuyur. Deyir, təmirdən sonra sıraların sayı 4% artdı. Yəni oldu x üstə 4. Hər sıradakı yerlər 4% azaldı. Yəni y çıx 4. Bərabərdir. Yerlərin ümumi sayda dəyişmədi. Yəni yenə 140. Yenə eyni bayaqki sualdır. Yenə bunu vurub açacağam. Olacaq x, y çıx 4, x üstə 4, y çıx 16 bərabərdir 140. Aparıb bu 140-ı qoyacağam burada yerinə. Olacaq 140 çıx 4x üstə 4y çıx 16 bərabərdir 140. 140-lar eynidir deyənə mənfi müsbət olub gedəcək. Qalacaq 4y çıx 4x bərabərdir. Mənfi 16-nı atıram bu tərəfə olur 16. Hər tərəfi 4-ə bölürəm. Y çıx x bərabərdir 4 olur. Buradan y-i tapmaq üçün x atıram bu tərəfə olur x üstə 4. Əvəzləmə elədim. İndi bu y-i aparıb qoyuram buradakı y-in yerinə. Olur x vur x üstə 4 bərabərdir 140. Vurub açıram x kvadrat üstə 4x çıx 140 bərabərdir 0. Müsbət keçdi bu tərəfə, mənfi oldu. Diskriminant bərabərdir 16 çıx 4 vur 1 vur mənfi 140. Yenə eləyir 576. Köklərin biri mənfidir. Yazıram, promoy müsbəti yazacağam. Bu 24-ün kvadratıdır bölü 2. Bu da eləyir 10. Bizdən nə istəyirdi? Təmirdən sonra salonda neçə sıra oldu? Təmirdən sonraki sıralarımız bizdə x üstə 4-dür axı. Biz x-i tapmışıq. Üstünə də 4 gəlirik. 14. Baxın, bayaqki sualın eynisi idi. Bu qədər. Çalışdım ki, hər tipdən yazım. İndi lap çətin suallar qaldı, düzdür. Biz çalışdıq ki, ən azından buraxılışa düşə biləcək tipləri, sadələri, məsələlərdən biraz göstərək ki, heç anlayışı olmayan şagirdlər belə mənimsəsin bu mövzunu. Nəsə suallarınız olarsa, nəsə hesablama səhvim olarsa, özürlə hesab edin. Suallarınızı kommentdə bildirin, çalışacağım cavablandırım. Videonu da izləyib like atsa sevinərəm. Sağ olun.